Davam edirik mənim əzizlərim Dolça bürcü ilə. Bu həftə Dolçalar münasibətlərdə dostluq, açıq ünsiyyət vacib rol oynayacaq. Sağlamlıq üçün zehni rahatlıq, balansı qorumaq vacibdir. Gəlin baxaq, kartlar bu həftə Dolçalar üçün nə vəd edir? Dolça bürcü üçün baxırıq. 15-21 dekabr həftəsinə. Belə, sizi cəsarətli olacağınızı, müəyyən riskə girə biləcəyinizi göstərir. Qarşınıza çıxan yeni imkanlardan qorxmadan istifadə edə biləcəksiniz. Risk əvvəlcə sizi biraz tərəddüdə sala bilər, amma bu addım dəyərli sənə təcrübə də qazandırar. Öz gücünə, bacarığına güvən, deyərdim ki, güvənirsən. Bu dövrdə cəsarətli olmaq tövsiyə olunur. Deyir, qarta problemlərə yuxarıdan baxa bilmək, böyük mənzərəni görmək deməkdir. Ona görə qarşılaşdığın əngəllər dayandırmayacaq səni. Əksinə daha da gücləndirəcək. Səbirli olsan, düzgün yanaşma ilə çətinlikləri aşacaqsan. Uğur yavaş-yavaş gəlir, amma möhkəm gəlir. Yəni ki, öz gücü və inan. Qarşınızda həll olunmalı məsələlər, diqqət tələb edən çətinliklər var. Yəni, bu kart onu bildirir ki, problemləri görməməzlikdən gəlmək olmaz. Planlı ol, düşünərək yanaş, çətinliklərin öhdəsindən gələ bilərsən. Səbir, diqqət bu problemlərin həllində əsas rol oynayır. Amma belə bir his də var sizdə ki, hər xırda bir problemi də həll eləyəndə sanki üzərinizdən böyük bir yük götürülmüş kimi özünüzü rahat hiss eləyirsiniz. Bu kart isə rahatlıq, harmoniya, həyatınızda xoşbəxtlik gətirən hadisələr, müsbət münasibətlərin artacağından xəbər verir. Daha sakit, balanslı bir dövrə daxil olursan. Ətrafındakı insanlar sənə müsbət enerji verəcək. Yəni, bəzən insanların həqiqətən ürək dirək, dəstəyə ehtiyacı olur. Mənəvi olaraq da. Bax, bunu bu həftə görəcəksən. Maddi baxımdan müsbət dəyişikliklər gözlənilir. Pulun sizə doğru gəlməsi, artımı gözlənilir. Yəni, gözləmədiyin qazanclar ola bilər. Və maliyyə ilə bağlı rahatlanma hissi gələcək. Ümumiyyətlə, fürsətləri ağıllı şəkildə dəyərləndirmək önəmlidir. Yəni, şans gəlir, həmən dəyərləndir. Sabah gəlməyə bilər. İnsanların sizə olan hörməti, etimadı artacaq. Sözünüzə, davranışınıza artıq önəm verəcəklər, ciddi yanaşacaqlar. Ətrafınızdakı insanlar sizə güvənilir biri kimi yanaşacaqlar. Bu çox önəmlidir. Bu kart məqsəd, fokus deməkdir. Siz və yaxın ətrafınızdakı biri konkret bir hədəfə doğru irəliləyir. Diqqət, səbir sayəsində uğur əldə etmək mümkündür. Yol bəzən çətin görünsə də, düz istiqamətdəsiniz, yəni düz yoldasınız. Ona görə uğurlu olacaq. Hədəflərinizə doğru addımlayın. Bu qədər əziz dolçalar.